Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azerbaycanımızı, bütün qürbətdə yaşayan kardeşleri salamlayırıq. Bugün ayın 1'i fevral 2026. Gəncə qoyun bazarına çəkiliş edirik. Kardeşim bak belə erkəklər, erkəkdir də bunların hamısı. Diri çəki 7 manat 50 qəpik. Da belə ayaq üstə tutaq ki, bax onun qiyməti nədir? 300-dən 400 alır. Hara heyvan var sana görə? Çak gənd. Alıcılıq nə tərdir bax ki, ümumiyyətlə bazarda? Zəifçilik. Allah xeyirli bazar versin. Ümumiyyətlə gözəldir. Yəni balalılar. Çəkək, baxın. Bu yanı balalılar kimindir belə? Sizindir qardaş? Kimindir bu heyvanlar? Sizindir. Nə var, nə yox? Kimindir bu heyvanlar? Ağşaka sandı bunlar. Yok. Allah sağ müəllimin canını sağ eləsin. Bax bu cür şəraitlər yaradıb, indi hamısını çəkəcəyik, baxasınız. Görün nə gözəldilər. Qoyun üçün, mal üçün. Hamısı addenli. Bazar olsun. Kimindir bu kuzular? Ne var ne yok kaka? Neçəyle deyirsən bu kuzuları? Neçə? 18.50 nə? Ət, yox o belə diri çəkisindən gedir. Daha o 25 qəpik nəyə tulluyursan? Bunu hardan geçmişsən kaka? Samuqdan. Alıcılıq nə tərdir? Ha? İnşallah Allah. Neçə kilo ət olar bunun? 14 kilo. Ne güzel. Ne kadar adam var? Yok canlı değil. YouTube'a çekelim böyle. Pazar olsun. Neçəyle deyirsiniz bu balalı hayvanları? 290 mı? Neçənci qarındı qardaş bu heyvanları? Qoca heyvandır. Hamısı balalıdır, ha? Hardan da gətirmişsən bu heyvanları? Ha, buradan bütün Şəmkidəki izləyicilərimizə salamlayırıq. Allah hamısının canını sağ olsun. Və bunlar kimindir? Bunlar satılır. Erkəkdir, yoxsa? Yani balalı heyvanlar satılır. Neçəyle satıyorsunuz bunları? 450. 450. Ümumiyyətlə bazarda alıcılıq nə tərdir? Normal. Xeyirli bazar olsun. Gör nə gözəl. Su qabları qabağında, qəşəng reşotkası. Hər cür şərait yaradılıb. Hər cür. Çəkəcəyik hamısına baxın. 210 mu? Qardaş bazar olsun. Deyirsən bundan ana baladır. Neçə deyirsən? Yok canlı deyil, YouTube'a çəkirəm. Narahat olma. Çək. Salam aleyküm. 350 manata deyirəm ana bala hələf keçisidir. Hələf getsin. 2 litr süd verir. 2 litr. Və bu quzuları neçə ilə deyirsən? Quzuları da belə görsən də yaxşı sağlam quzular da hamısı 250 manatla deyirəm üst-üstə. Nə gözəl. Hara heyvan var tabii. Tərtər heyvanıdır. Qəhrəman tərtər. Bəli, gözəl. Salam tərtər. olsun. Salam olsun. Bütün Salam izləyicilərimizin hər birinə. Bütün Azərbaycanımıza salam olsun.
Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Bir də zəifçilikdir. Elə səndən güclü alacaq yox. Amma bazarda qəşəng şərait yaradır. Yaradılıbdır. Yaradılıbdır. Allah canlarını sağ eləsin. Hə. Danışıda belə səsim düşürdü. Qəşəkdir, gözəldir, yaxşı şərait düzəldibdilər. Qəşəng. Allah canını sağ eləsin. Zar Sardarlar, müəllim. naveslər düzəldiblər, gecə işıqlar düzəldiblər, yaxşı işıqlarda cəmaat yəni görür bir-birinə nə alır, nə satır. Allah canını sağ eləsin. Bazar bəli, Zar müəllimin. Allah xeyirli bazar versin. Sağ ol, sağ ol. Hamısı erkəkdir də bunlar. On- 7 manat qapanla. Neçə kilo olar birinin? Əti Biri çəkir 70 70-72. Belə bir birinin qiyməti neçə gəlir düşür ortalama? 480-500 arası. Hara heyvanlarıdır? Hara heyvandır? Buradan daş kesəndəki izləyicilərimizi də salamlayırıq. Bu balalı heyvanlar kimindir? Bir tane bir peş baktım. Bu balalı koyunlar kimindir? Sənindir qardaş. Deyir bunlar. Xeyirli bazar olsun. Neçə ilə deyirsən bunları? Nəsmə əmsi oğlu. Ha? İşte belə verərəm dərdim. Hamısı da quzulu. Neçənci qarındır bu heyvanların? Bunlar 6, 5, 4, 3. Ümumiyyətlə alıcılıq nətərdir bazarda? Alıcılıq çox zəif. Amma rahatçılıqdır da, can rahatçılıq. Rahatdır, hətta sağ olsun devlətimiz burayı quraşdırır. Ha, qrup quraşdırıb. Ay, sağ ol. Allah Təmiz canlarını. hava, gözəl nameşli də isə qar yağsın. Altındaca dur, sigaretdən çək bilə, buradaca dur. Vallahi mələr. Allah xeyirli bazar versin. Sağ ol, sağ ol. Hamısında da su qabları, hamısında. Gözəl. Neçə ilə bazar olsun, sizin qardaş? Qiymətlər. Her qiymət var, yəni 250, 300, 350. O quzu təkdir. Ha, Neçə ilə də o quzu? qovuzu 270 manat. Nə qədər ət olar onun? Müəllim, onlardan da bir 14, 15. Onlar da olur. Bu çəpişdən, keçirən neçənci qarın heyvanlardır? Keçilər 2 doğan, 3 doğan. Deyirsən bu ikiz baladır. Ha, bu 200. Allah xeyirli bazar versin. Hara heyvandır? Tovuz. Ha, buradan bütün Tovuzdakı izləyicilərimizə salamlayırıq. Allah hamısınıza. Bu da ikizdir. Yox, yox. Təkdirlər. Bax bu qoyunlar neçə deyirsən? Onları 350 manat. Bazar indi rahatçılıqdır müayinə gəlir. Ha, indi rahatçılıq olur. Yəni qəşəng hər cür şey. Sardağı, sardağı gələndə rahatçılıq da vəkələ bax. Ha, yəni rahatçılıq. Gözəl. Allah xeyirli bazar versin. Salamünaleyküm. Bazar olsun. Sizin olar mı?
Bundan yaxşıdır. Neçə versin? Bazar olsun. Hamı senindir bu. Neçə deyirsən bu kısarları? Erkekli tüsü. Ha? Ne kadar? 650 ile? Ne kadar diri çekisi olar? Ha? Eti yoksa diri çekisi? Bu hayvanlar çok güçlü yığan hardan da gətirsən bunu? Ağcabədi rayonu Qaradolaq. Ağcabədiyə də buradan salam olsun bütün izləyicilərimizin hər birinə. Birinci səfərdir mən deyirəm gəlirsən bazara. Amma bazarda rahatçılıqdır ki. Qəşəng şərait, naviz. Allah xeyirli bazar versin. Takam sandı bunlar. Pazar olsun. Ne şeydendi bunlar? Çoğum yok sana. Böyle çoğum dana. Çoğum vereri 140. Erkekti bunlar. Hamsi için. Neçə kilo ətləri olar? Bayram ki bunun. Hem var, başında var, bamın 20, 24, kuzu var 25 kilo. Hardan da gətirsən bunları? Evlakta. Buradan bütün Yevlaxdakı izləyicilərimizə salamlayırıq. Allah xeyirli bazar versin. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bu birinci naves, ikinci navesi, üçüncü navesi hamısını çəkib sizlər üçün göstərəcəm. Allah zalım əlimi canını sağ eləsin. Bu cür şərait yaradıblar, işıqlandırılması, kamera sistemləri, gözəl bazarda şərait var. Hamısındakı suyu qabağında, bütün reşotkaların hamısının.